suala baxaq. Nəyə baxaq birinci sualda? 1 haradır burada? Kəlbəcər. 2 haradır? Naxçıvan. Bəli, deməli 1 Kəlbəcər çıxıntısı olan, 2 də Naxçıvan. Bizdən nə deyir? Uyğunluğu müəyyən elə. Zar mağarası hardaydı? Kəlbəcərdə, doğrudur. Bəs yaxşı uşaqlar, desəm ki, onda Maxda yaşayış məskəni harda olubdu? Naxçıvanda. Maxda ilə nə var idi? Erkən Tunsda, doğrudur. Nə var idi Maxda ilə bərabər? Birinci Kültəpə, doğrudur. Birinci Kültəpə və Maxda Naxçıvandadır. Deməli, siz buradan deməli 2-yə mütləq şəkildə D götürməlisiniz, 1-ə mütləq şəkildə A götürməlisiniz. 1-ə A, 2-yə D olanda cavab çıxırmı? Bəli, nə olur cavabımız? Elə C variantı. Onda obislərə də baxaq. 1-ə A, həm də Y. Qayalar üzərində Tuns dövrünün təsviri sənət nümunələri. Bu Kəlbəcərdə idi. Qayalar üzərində təsviri sənət nümunələri var idi. Təkcə Kəlbəcərdə də deyildi ümumiyyətlə. Qobustanda var idi, Kəlbəcərdə var idi. Eyni zamanda da hətta deyildi, həmin o qayalar üzərində təsviri sənət nümunələri Gədəbəydə də var idi. Ümumi verilmişdi. Arıqdamı deyirsən, Gədəbəydə Arıqdamdır, ayrı. Gəldik 2-yə. Xronoloji ardıcılığı müəyyən edin. Səhv var 2-də. 3-ə baxaq. Eyni əsrdə baş vermişdir. Baxaq. Roma Respublikası qoşunların Misri işğal etməsi neçənci ildir? Eradan əvvəl 30. Eradan əvvəl 30. Böyük Hun dövlətin yaranması nə vaxtdır? 3-cü əsrin ikinci yarısı. Yəni eradan əvvəl 220-ci ildə. 221 Çin idi, 220 də Hun idi. Demək 220 neçənci əsr edir uşaqlar? 3-cü əsr. Eradan əvvəl 30 neçənci əsr edir? Demək bax birinci əsr. Eradan əvvəl birinci əsr. İkinci eradan əvvəl 3-cü əsr. Atropatena Parfiyan aşağıda sayılır. Bəli, eramızın neçənci ili idi? 20-ci ili birinci əsr. Bu bizim eradır deyə onu götürə bilmərik. Ay, sağ olun. Maurya sülaləsinin Hindistanın vahid dövlətdə birləşdirməsi bu nə vaxtdır? Hindistan nə vaxt vahid dövlətdir? Ümumiyyətlə, həmişə nə deyirdim uşaqlar? Eradan əvvəl 3-cü əsrdə vahid halda birləşdirməsi. Bəli. Təkrar edirəm, Emin. Neçənci əsrdə vahid halda birləşdi? Təkrar edirəm, Kamran. Neçənci əsrdə vahid halda birləşdi? Eradan əvvəl 3-cü əsr. Demək, eradan əvvəl 3-cü əsrdə Hun, Çin, Hindistan. Onda elə 2 ilə 4-ü deyəndə elə cavab çıxır. 2 ilə 4. Maqnitiya döyüşdən vaxt olubdur. Eradan əvvəl. Bu neçənci əsr edir? 2-ci əsr əlaqəsi yoxdur. Getdik 4-cü suala. Deyir ki, Şirvanşahlar dövlətinin 15-ci əsrin 80-ci illəri tarixinə aid oxşar cəhət. Bax, əvvəlcə. Şəməsi döyüşü nə vaxt olubdur? Ərdəbil hakimi içində öyrənmədik Şəməsi döyüşü. Mənim 1494 idi. Bəli, 1494 Şəməsi döyüşü. Neçənci əsr edir? 15-ci əsr. Teymurlər dövləti ilə ittifaqın yaradılması. Elə Teymur gələndə onun huzuruna gedib də müvafiq doqquzluqlar aparan kim idi? İbrahim. Deməli, ondan müttəfiq əlaqəsi Teymur birinci gələndədir. Neçənci ildədir? Ayəsə, bu neçənci ildədir? 1386. 1386 neçənci əsr edir Kamran? 14-cü əsr. Demək, bizdə neçənci əsr soruşur? 15-ci əsr. Onda məsələn, bax, nə A ola bilməz? Çünki 1494. Bu 90-cı illərdir. Nə B ola bilməz? 1386-dır. Yəni 14-cü əsrin 80-ci illəridir. Ərdəbil şeyxlərinin Qaraqoyun dövlətinə yürüşünə kömək göstərilməsi. Uşaqlar, Qaraqoyun dövləti deyirsə, Qaraqoyun dövləti nə vaxt süqut edirdi? 1468. 1468-də süqut edibsə, 1480-də Qaraqoyun dövlətindən danışa bilərik? Yox, deməli, bu da getdi. Baxıram, yeni sülalənin hakimiyyətə gəlməsi. 1382. O da neçənci əsr edir? 14. Demək, bu da getdi. Demək, cavab nə olur? B variantı. Və elə Ağqoyunada da Yaqubun dövründə Şirvanşahlarla birləşdilər. Hətta birləşib kimə qarşı mübarizə apardılar? Ərdəbil hakiminə qarşı mübarizə apardılar. Kimlə? Qaraqoyunlular da Şirvanşahlarla birləşib, Ağqoyunlular da Şirvanşahlarla birləşib və Ərdəbil şeyxlərinə qarşı mübarizə aparıbdılar. Bəli. 5 də səhv. Təhmasibin hakimiyyəti, Şəhmasib neçənci illərdə oldu hakimiyyətdə? 1520-dir. Yarananda Şah İsmail idi.
Yarandı 1501-dən 24-ə qədər İsmayıl, 24-76 Təhmasib, düzdürmü? Deməli 24-76 aralığında baş vermiş hadisəni soruşur. Şirvan bəylərbəyliyi ilə Şirvanın varına kim son qoydu? Təhmasib. Deməli Şirvan bəylərbəyliyi kimin dövründə yarandı? Təhmasibin dövründə. Onda bu Təhmasibə aiddir. Gözlə də 1538, düzdür? 1538. Osmanlılarla sülh müqaviləsindən vaxtı Amasya sülhü. 1555. Aha. Paytaxtın dəyişdirilməsi 98 o da Təhmasibin dövrü deyir. Sən onda götürə bilməzsən axı 98-i. O Abbasın dövründə paytaxt dəyişməsidir. Təhmasibin dövründə paytaxt hara köçdü? Gəzin. İndi sizə bir sual verim. İkisi də 1555-dir. Birinci paytaxt Aha, demək bu sülhdən sonra bunu götürməliyik və deyək ki, Buğurt yaxınına döyüş ona vaxt idi. Bəli, 1554. Deməli onda 1 4 2 3. Sonra Tudorlar nə vaxt olub hakimiyyətdə? 1603-ə qədər. Ay sağ ol. Stuartlar nə vaxt olub hakimiyyətdə? Ay sağ ol. 1660-dan da 88-ə qədər ikinci hakimiyyət dövrüdür. İndi deyir, La Manş döyüşündə İspan donanmasının məğlub edilməsi. La Manş döyüşü nə vaxtdır? Yelizaveta. Hətta deyirdim. 1508. Neçə? 1508 mənim. 1588-ci ildə. 1588-ci ildə deyildimizdə Yelizaveta Tudorların son nümayəndəsi idi da. Yelizaveta'nın dövründə La Manş döyüşündə İspan donanmasını məğlub elədi. Məğlub edilməz armada məğlub olurdu 1588. Deməli onda bu kimə aiddir? Tudorlara, demək 1-ə aiddir. Səfəvilərlə ticarət, dostluq haqqında müqavilə. Neçə? Ay yaşa. Amma bir də uşaqlar Təhmasibin dövründə yenə ingilislərlə Səfəvi arasında müqavilə var. İli yoxdur, amma deyir Təhmasibin dövründə də ingilislərlə müqavilə imzalanıbdır, ticarət müqaviləsi imzalanıbdır. Onda bu ortaq gedər. Ay sağ olun. Ölkənin 100 illik müharibədə məğlub olması. 100 illik müharibə ümumiyyətlə düşür heç bu dövrə. 1453. Bu da gəlib 1485-də. Görür? Tudorları görmür. Deməli ümumiyyətlə C-ni çıxıran variantdan. Bax, C-ni çıxanda variantlardan B gedir. Y gedir. Ay müəllim, biri al deyəndə də çıxırıq, deyil. Ticarəti bilsən, amma sırf ticarət dostluq deyir də burada. Sırf ticarət dostluq, Stuartlara götürərik. Əbədi dostluğu deyirəm, hə. Hətta 1621-ci ildə. Mən siz nə deyirəm? Bir də deyirəm ki, bir də Təhmasibin dövründə də bunlar müqavilə imzalamışdılar. De. 1-ə A, 2-yə var. Niyə? D variantı var da uşaqlar. Niyə cavab çıxır axı deyirsiniz ki, olmur. Bax, 1-ə A, 2-yə D götürərəm. 3-ə də B götürürəm də. 3-ə də B götürəndə ticarət və dostluqda cavab elə D çıxır. 7-yə baxaq. Hətta onu götürmürsə C-ni çıxırıq ümumiyyətlə. Ona görə D variant götürürəm. Hə. 7-yə baxaq. 20-ci əsrin əvvəlində Azərbaycan iqtisadiyyatı üçün xarakterik deyil. Bax, xarakterik deyil deyir ay uşaqlar. Sizə bir sual var. Qalakənd su elektrik stansiyası, incə dedim. Su elektrik nə vaxt çıxır? Dedim 20-ci əsrin əvvəli, il yox idi. Bəli, 1905-1906-da ləğv olundu. Deməli, bu nə vaxta aiddir? 20-ci əsrin əvvəllərində. Demək, bu aiddir. Xarakterikdir. Deyir ki, mis çıxarılmasında almazla qazma üsulunun tətbiq edilməsi. Ay uşaqlar, sizin kitabınızda yazılmışdır. 20-ci əsrin əvvəlində mis çıxarılmasına yeniliklər tətbiq olundu və almazla qazma üsulu tətbiq olunubdu. Bayaqlarında oxudum. Bayaqlarımı oxudum, oranı sizə. Bayaqlarım. Açın kitabınızı. 20-ci əsrin 1900 böhran var, o hissəni. Onu sizə deyəndə də duduzuna baxdınız. Həmin hissəni oxumadınız. İlqat yox idi, oxumayırsan hissəni. 20-ci əsrin əvvəli. Bax, 1900 böhranı var idi, ha. Bax, oralardaydı. Misdə də dəyişiklik olmuşdu. Böhranın yanına gəldim, çıxdım. Bax, orada Əlvan Metallurgiya Sənayesində mis filizi çıxarılması, orada var Siemens qardaşlar şirkəti, Gədəbəy mis mədənlərə texniki yeniliklər tətbiq olunmuşdu, elektrik enerjisi əvəzlənmişdi, Qalakənd çayı üzərində su elektrik stansiyası. Sənin kitabında baxın, yeni kitabda fərqlidir. Uşaqlar, səhifə deməli 306.
Mən bir 304. Bax, hardadır o Emin? hansı 304-də yuxarı. Hə bax, Qalakent mis saflaşdırma zavodu mis 16-da. Bax, Gədəbəy mis mədənində almazla qazma üsulu tətbiq edilir. Görürsüz? Bax budur. Səhifə 304-də yuxarıda bu dövrdə əlvan metallurgiyada yeniliklər tətbiq olundu. Almazla qazma üsulu tətbiq olundu, yenilikdir. Pilit çıxarılması ağır eləməyini elektrik enerjisi əvəz elədi. Qalakent çayı üzərində ilk 2 turbinli elektrik stansiyası tikildi. Və metallurgiyada da insarlaşma prosesi başladı. Bax, gördünüz, Siemens tapdınız. Və deyib bu dövrdə metallurgiyada əlvan metal başlıca yeri mis fezi tuturdu. Siemens qardaşları şirkəti tapdınız. Bax, bu 20-ci əsrin əvvəlinin yeniliklərindəndir. Demək, mis çıxarılması almazla qazma üsulundan Qalakent su elektrik stansiyası düzdür. Onda səhv olan nədir? 2 ilə 3-dür. Sonra 11. Birinci Dünya müharibəsi dövrünə aid uyğunluğu Ayşələ 3 haradır? Fransa. 2 haradır? Rusiya. Aha. Deməli 1 haradır? 1 haradır? Türkiyə. Bəli. Monarxiya devrildi Rusiya. Deməli 2-yə A. Sonra baxıram. İmperiya elan. Elə bir şey var idi ki, müharibə dövründə hansısa imperiya elan olunsun. Mən ona görə Yox, deməli ümumiyyətlə beyni variantlardan çıxmalıyıq. Deyir ki, Baltik dənizindən çıxış əldə etmişdim. Baltik dənizindən çıxış əldə edən bilsiz nədir? Rusiya nə vaxt Baltik dənizindən çıxış əldə eləmişdi? hansı şeydə Niyasıda deyil. Niftat sülhündən 1721-ci ildə. Neçənci ildə? 1721-ci ildə. Burada heç bunu götürməli deyil. Çünki 1721-də əldə edibdi. Bunu çıxıram. Ərzincan barışığını imzalanmışdı. İndi gəlin, bax, B-ni çıxanda, C-ni çıxanda. 2-yə də A-nı götürəndə. 2-yə A-nı götür. B-ni, C-ni çıxanda cavab nə olur? 2-yə anamı götürmür. 2-yə A-nı götürüb. C-ni, bəli, E variantı. Demək, bir nə oldu? Türkiyə, D variantı. Ərzincan barışığını imzaladı. Adından da məlum olduğu kimi Ərzincan Türkiyəyə aiddir. Marna döyüşündə Almaniya məğlub olur. Almaniya gəlir Fransanın üstünə, Fransanın üstünə gəlir. Fransa bu döyüşdə deyir uduzacı idi, amma kömək alır və həlledici məğlubiyyətdən xilas olur. Və deyir bu deyir Fransa deyir burada özünü qurtarır, Almaniya məğlub olur. Buna görə də Almanların ildırım sürətli müharibə planı bıça çıxır. Sən Moskva ilə səhv salırsan. Yox, bu Almaniyanın birinci kimdən olmuş? Almanların Fransa ilə apardığı müharibə idi. Mark. 12-də cavab Mudrostumun Osmanlı dövləti məğlub dövlət kimi təzminat ödəməyə Ayşələr, indi kiçik qaynarcada, bir dəqiqə bir söz deyim. İndi kiçik qaynarcada təzminat məsələsi yoxdur. Amma əvvəllər var idi, ona görə saldı. Amma indi ümumiyyətlə yoxdur. İndi yoxdur, narahat olmayın. Sonra baxaq. Neçə? Amma burada siz 12-də siz hardan tapa bilərsiniz? 12-ni deyək ki, Krım xanlığının müstəqilliyi tanındı. Krımın müstəqilliyi harda tanınıbdı? Onunla cavab çıxmalısınız da. Yəni onunla tapmalısınız da. Yəni Krımın müstəqilliyi harda tanınıb? Milyon dəfə demişik. 1774 kiçik qaynarcada. Bəli. Sonra 14. Məntiqi arcığı tamamlayın. Almaniyada hərbi mükəlləfiyyət və baş qərargah bərpa edildi. Bu nə vaxt idi uşaqlar? Versalın sözü pozulanda, yəni 1935-də bərpa elədi. 36-da da getdi hərbisləşmiş Reyn zonasına daxil oldu. Elə bununla da nə oldu? Versal sistemi pozuldu. Versalın sözü deyir ki, sən baş qərargahı bərpa eləmə, hərbi işləri aparma. İkinci Dünya müharibəsinə gedən yolda dövlətlər arası münasibətlərdə Almaniyanın içində deyildi, Almaniya baş qərargahı bərpa edirdi və Almaniya nə edirdi? Reyn zonasına daxil oldu. Bununla da Versalın şərtlərini pozmuş olurdu. Neçəyə baxırıq? 15. Səbəb nəticə düzgün verdiyi qiymətləri göstərin. Səlcuq Sultanı Toğrulun təbrizi tutması Rəvvadə dövlətinə var. Toğrul son qoydu, yoxsa Alparslan son qoydu? Bəli, səhvdir, Alparslan son qoydu. 1054-də asılı hala düşürdü. 1065-də süqut edib Rəvvadi. Alparslan başçılığı ilə Səlcuqların Bizansı məğlub etməsi Anadolunun böyük bir hissəsi Səlcuqların hakimiyyəti altına keçdi. Bu düzdür, Malazgirt döyüşü, bəli, 1071.
Atabəy Özbəyin xarici cəlalədinə hər il xərac vermək öhdəsinə götürməsi, Atabəy dövləti müstəqilliyini qoruyub saxladı. Uşaqlar, xaricilər Atabəylərin barına son qoymadı. Neçənci ildə? 1225-də Cəlaləddin, xarici Cəlaləddin 1225-də Atabəylərin barına son qoydu. Nətər varlığını qoruyub saxlaya bilər? Deməli, bu səhvdir. Deyir, Səlcuq türklərinin Gürcü, Qıpçaq, Qərbi Avropa sərhədçilərinin birləşmiş qüvvəsinə məğlub olması 1120 Didqori döyüşünün nəticəsində nə olurdu elə? Tiflis müsəlman əmirliyi ləğv olunur. Demək, bu da düzdür. Bizə də düzgünü soruşur. Demək, 2 ilə 4 düzgündür. Sonra 17 nədir? Dövlət Dumasına seçkilərdə milli azlıqların hüquqları məhdudlaşdırıldı. Kənd icmaları dağıdıldı, icma torpaqları kəndlər arasında bölüşdürüldü. Rusiya tarixinə aid göstərilənlərin nəticəsidir. Bu siz 1906-cı ildə Stolypin islahatları nəticəsi idi. Ay sağ ol. 1906 Stolypin aqrar islahatları var idi. Yox, 2-ci Aleksandrın dövründə yaxşı şeyləri idi. 2-ci Aleksandr islahatlar dövrü idi. Bu siz kimin nə var? 1906-cı il. Bu 2-ci Nikolayın dövrüdür. Dumalar haqqında da fərman verildi. Sonra da Stolypin aqrar islahatlar keçirildi və həmin dövrdə deyil kəndlilərin kənd icmaları dağıdılırdı. İcma torpaqları kəndlər arasında bölüşdürülürdü. Stolypin aqrar islahatlarına aiddir. Sonra 16-da var. 16-ya baxaq. Nə deyir 16-da? Teymurilər dövləti Qızıl Ordu dövlətindən fərqli olaraq süqut edibdir. Amma hər ikisi 16 əsr süqut edibdir. Fərqli olaraq deyir axı. 1370-dən 1507-yə qədər. Qızıl Orduda 1503-ə qədər. Demək ki, 16-cı əsr süqut edib. Bu fərq deyil. Təbrizi tutmaq, Teymurilər də tutubdu, Qızıl Ordu da tutubdu, Toxtamış da tutubdu, Teymur da tutubdu. Hər ikisi tutub. Bu da ortaq cəhətdir. E variantının Bayandurlu sülaləsinin qoşunları tərəfindən məğlub edildi. Dayan. Bayandurlu dövlətinin qoşunları tərəfindən məğlub edildi. 1468-69-da Uzun Həsən dövlət yaradanda Teymurilər bura yürüş edir. Teymuru bura yürüş edəndə kim bunu məğlub edir? Uzun Həsən onu məğlub edir, qovur. Bəli, Muğana qədər eləsə də Uzun Həsən onu məğlub edir, qovur. Amma Qızıl Orduda elə bir şey öyrənməmişik. Deməli, bəli, E variantı. İkisi də yürüş edibdir. 85-də Toxtamış, 86-da Teymur. Hər ikisi yürüş edibdir. 20-yə baxaq. Rusiya tarixində Şimal müharibəsi dövrünə aid. Şimal müharibəsi neçənci illərdə oldu? 1721-ci ildə. Və Poltava döyüşü bura aid idi, Prut yürüşü bura aid, bunun dövrdə olmuşdu. Deməli, uşaqlar, bax, birinci Şimal İttifaqını yaradır. Düzdür, 1699-da Şimal İttifaqını yaradır. Müharibədən qabaq idi. Demək, bu Şimal İttifaqını çıxıram. Amma Prut yürüşü 1711 araya düşür. Deməli, Lesnaya döyüşü indi çıxıbdı uşaqlar. Qərbi Avropaya böyük elçilik göndərilməsi, Qərbi Avropaya böyük elçilik göndərilməsi nə vaxt idi? Bunun ili yoxdur, sadəcə o deyib Pyotr göndərmişdi böyük. Bu da elə şimaldan qabaq idi. Mənim orada deyir şeydə. Göndərir ki, kimə qarşı? Osmanlıya qarşı müttəfiq axtarmaq istəyir. Avropaya elçilər göndərir, amma Osmanlıya qarşı adam tapa bilmir, İsveçə qarşı tapır, müttəfiq tapır. Yox, eləcə Pyotrun vaxtında yazır. Pyotr deyir, elçi göndərir və deyir, Osmanlıya qarşı müttəfiq tapa bilmir, İsveçə qarşı və o Şimal İttifaqı yaradırlar 1699-da. Deməli, Şimal İttifaqından bu elçilik müharibədən əvvəldir. Yəni 1 ilə 4 müharibə dövrünə aid deyil. Elə cavab C variantı olur. O vaxtda Lesnaya döyüşü var idi, indi yoxdur. 18 nə deyir? Deyir ki, 18-də. 20-ci əsrin 1-ci rübündə, yəni neçənci ildən söhbət gedir? 25-ə qədər, yəni 1925-ə qədər. Cənubi Azərbaycandan fərqli olaraq Şimali Azərbaycanda, yəni bizdə, deyir, ermənilər dinc əhaliyə qırıldı. Qırğın törətmə 1918 Urmi bəlası. Cənubi Azərbaycan 1918 bizdə soyqırım. Demək, bizdə də var, onlar da fərqli olaraq deyir. Sən onu çaşsan, fərqli olaraq deyirsə, orada olmayıb bizdə olanı götürməlisən. Milli Azadlıq Hərəkatı Rus qoşunlarının köməyi ilə yatırıldı. Dedik, Səttarxan Hərəkatı Rusların köməyi ilə yatırıldı. Elə bizdə də yenə Milli Azadlıq Hərəkatı Rusların köməyi ilə yatırılmayıbdı. Deməli, bu da ikisində də var. Respublika idarə üsulu formalaşdı. Bizdə AXC formalaşdı mı? Və ona da var idi Respublika. Yox, deməli, cavab nədir? C variantı. İran İslam Respublikası 79, amma müstəqil özlərinin respublikası yaranmır. Yoxdur. Onların müstəqilliyi yoxdur. 22 nə deyir? 20-ci illərin Azərbaycan ordusunun fəaliyyətinə dair ümumi cəhət.
Deməli 20-ci və 20-ci əsrin 20-ci illər deyəndə 2020-ci illər nəzərdə tutulur. Yəni Qarabağ müharibəsi kim? Baxım görüm, Şuşanın azad edilməsi varmı? Ay yaşa, AXC azad eləmədi 1920-ci ildə. Anladım. Rus qoşunları ölkə ərazisi tamamilə çıxarılmaq söhbəti yox idi axı. Şeydə 2020-də tamamilə çıxarılmadı Rus qoşunları deyir. Rus qoşunları sülh məramlar qalırdı axı, sonra nə vaxt çıxarıldı o sülh məramlar? Elə bir ki deyir əslində bunlar amma tez getdilər. Ay yaşa. 2020-dən yarar qalırdı bunlar. Neçədə çıxmalıydı? 23-də çıxmalıydı, amma tez getdilər. İndi bizə nə deyir? 20-ci illər. Hə, 20-ci illər tamamilə çıxması deyir. Ona görə yəni o yoxdur da. Bir də bilsən niyə bu əvvəlki ilin testidir. Rus qoşunları da onda çıxmamışdı. Rus qoşunları təzəcə çıxdı ona görə. 24-də şey demirmi? Ərəb xilafəti ilə Sasanilər dövləti arasında olmamışdır. Cərmidan nə vaxtdır? 643. Cərmidan döyüşü Sasanilərlə idi, yoxsa Ərdəbildən idi. Yəni Cənubi Azərbaycandan idi. Ay sevgi, Cərmidan döyüşü kimdən kim arasındaydı? Sevgi buradasan? Müəllim, orada İspəndiyar var idi ondan. Ay, sağ ol, Cənublu. Və Kadisiyyə döyüşü kimdən kim arasındaydı? Ay, amma Sasanilərlə oldu. Demək, Kadisiyyə Sasanilərlə. Sasanilər dövlətidir, yəni dövlətinləndir. Eyni zamanda baxaq görək. Nə? Bələncər kimdən idi Bələncər? Ərəblərlə Xəzərlər arasında. Və Ərəb Xəzərdir deyə Bələncər Ərəb Xəzərdir. Sasani Ərəb deyənmərik. Ondan sonra Fatih döyüşündə Sasani nə gəzir? Getdik. Bəz döyüşündə bu şeydir, Babəkdir. Babəkin Sasani ilə nə əlaqəsi var? Getdik. Demək elə 2-dir, ondan sonra 4-dür, 5-dir. Bunu götürə bilmərik. Sonra Şamaxı quberniyasına daxil olan ərazilər. Uşaqlar, Şamaxı quberniyasına o gün öyrəndik. Hansılar daxil idi? Deməli, baxaq. Şamaxı quberniyası deyir, düzdür. Şamaxı quberniyası gözünüzün qabağına gətirin bir dənə. Hansı tərəf? Xəzəryan tərəflər. Ay, sağ olun. Deməli, Quba bura daxil olacaq. Xəzəryan deyirəm, Şamaxı. Daxil edəm, iftir. Mən eləmişəm öyle. Bilsən ya, bu Quba şeyə daxil idi da, birinci Dərbəndə daxil idi ona görə. Quba Dərbəndin daxilində idi axı. Şamaxı ləğv olunandan sonra Bakıya verilir. Deməli, Quba Dərbəndə daxildir. Lənkərandır, Şamaxıya daxildir. Çünki bu tərəfdədir, sağ tərəfdədir. Həmin vaxtda onda Naxçıvan ola bilməz, Carbalakan ola bilməz, bir də Şuşanı götürər onda. Onda 2 ilə 3-ü götürər. İsrail dövlətinə. Elə mi götürübdü? Bəli. 1948. Pakistan'da. 47. 47-ci ildə Hindistan bölünəndə. İnsan Respublikası 50'de. 50'de böyük. Hindistan Respublikası 50-dir, düzdür. Pakistan 56-dır. Demək, Hindistan Respublikası nə vaxtdır? 1900. 1900 Hindistan Respublikası 1950. İsrail dövləti 1948. Pakistan dövləti 1900 deyir. 47 bölünəndə Almaniya arası 2 müstəqil dövlət 49. Ay sağ ol. 48. Pakistan 1947. Ay sağ ol. Almaniya arası 2 müstəqil dövlət yaranmasa 49 bəli. 27-də səhv var. 1-ci Səlim, Süleyman Qanuni. Hə? Yaxşı. Bax, Misirin işğalı kimə aid idi? 1517 kimin dövrü idi bu? 14-17 Çaldıran döyüşündə bizə yürüş edən kimdir? Səlim. Demək, bu Səlimdir. Demək, 1-ə B. Konstantinopolun fəthi kimdir, uşaqlar? Mehmet. Var mı da Mehmet? Deməli, bunu ümumiyyətlə çıxmalısınız. Amasya müqaviləsini imzalayan kim idi? Süleyman. Ay, sağ olun. Paytaxtın dəyişdirilməsi, bu Osmanlıda paytaxtın dəyişdirilməsinə söhbət gelirsə, bu heç birinin dövründə olmuşdu. Ay, sağ olun. Ona görə götürmürük. Mən şey yaza bilməmişəm. Nəyin? Səbəblərim, nə hanım? Səbəblərlə müharibədə var. Səbəblərlə müharibədə bizə yürüş yerində Bağdat tutulmadı mı 535-də? Süleyman, ay, sağ olun.